deyim ki, kimsə bir başlıqdan üstün olsun, belə bir şey yoxdur. Sadəcə sən orada bir problem nədir? Yəni belə bir şeylər var. Onda onlar konkret götürəcəklər qırmızını. Hər şeyi yarımçıq edirsiniz. Elədiyiniz şey, ürəyinizi də qoyub onu tamamlamalısınız. Entonces, Porque ellos hacen algo mal. Axırıncı Xansok edə bilmərəm, niyə görə ki, sənin verin belə idi, mən heç görmədim onun nə baş verir. İlk növbədə Antonio Sebanın bura gəlməyində nəinki mən bunu deyirəm, hətta bizim baş məhdisimiz və müəllimlərimiz bunu qeyd edib və bilirlər ki, bizim komandaya çox xeyri var. Çünki bildiyiniz kimi ki, dünyanın ən güclü müəllimlərindən biridir, profesional karatədə VKF növləri üzrə. Mən onu deyə bilərəm ki, düzdür, bu müəllim Azərbaycanda ikinci dəfədir ki, olur. Çünki bir neçə illər öncə Azərbaycanda olmuşdu. Amma ona baxmayaraq mən Antonio Sensei ilə dəfələrlə işləmişəm və yaxud onu qeyd eləmək istəyirəm ki, hətta mən o Moskva şəhərinə gələndə mən bilet alıb yollanmışam ora, çünki onunla işləmək çox rahatdır. Çox güclü və taktiki və texniki cəhətdən çox güclü müəllimdir. Düzdür, çatmayan şeylərimiz, məşqlərimiz çox gözəl keçib. Günün bugün 2 saat yarım məşq oldu. Amma bütün uşaqlar və bütün heyət bundan razıdır və düşünürəm ki, o verdiyi bizə taktikalar və texnikaları biz öz məşqlərimizdə onu həyata keçirəcəyik və gələcəkdə Avropa çempionatında, qeyri yarışlarda və əsas bizim üzərimizə düşən və bizim hər bir Azərbaycan idmançısının arzusu olan, əlbəttə ki, başda özüm olmaqla Avropa Olimpiyadası da, Avropa oyunları da 2015-ci ildə, yəni bu ildə keçiriləcək. Biz ora inşallah tam heyətlə hazır olacağıq və məşqlərimizi davam edirik. Bir gün belə olsun məşq buraxmamaq şərti ilə məşqlərimizi davam edirik. Çünki ora biz tatami, yəni döşək üzərinə çıxacağıq. Biz xalqımız qarşısında, prezidentimizin qarşısında, ailəmizin qarşısında, sevdiklərimizin qarşısında çıxış edəcəyik və inanıram ki, biz qalib olacağıq və bundan fürsətdən istifadə eləyərək kim ora layiqdirsə, hər bir çəkidə olan qızları və oğlanları uğurlar diləmək istəyirəm. İnşallah biz canımız nə qədər suluqda Azərbaycan bayrağını yüksəklərə qaldıracaq, himimizi səsləndirəcəyik. Əlbəttə ki, həmişə qeyd elədiyim kimi, bu tək mənim və yaxud qeyri bir məşq yoldaşlarımın qabiliyyət udmağı olmayacaq, bu bütün Azərbaycanın qələbəsi olacaq. Düşünürəm ki, həyatda istəklər çox ola bilər, amma arzular az olur. Amma mənim karate olimpiya olmadığı üçün hələ ki, hal-hazırda bu mənim üçün hər şeydir. Bu mənim həyatımdır, idman mənim həyatımdır və 2015-ə bütün gücümü qoyacam və Azərbaycan bayrağını yuxarı qaldıracam inşallah. Mən də müəllimdən, Antonio müəllimdən bir də onu demək istəyirəm ki, o verdiyi taktikalardan və texnikalardan üzərimə nə düşürsə, hamısını məşqlərdə necə deyirlər, atrobotka, yəni ki, işləyəcəm öz üzərimdə və çalışacam ki, onları ilk növbədə məşqlərdən məşqim eləyim və yaxud gələn mart ayında, yəni bizi Avropa çempionatı İstanbulda gözləyir, orada da verdiyi taktikalardan və texnikalardan istifadə eləyim. Çünki müəllimin bizə verdiyi çox önəmli və 100%lıq şeylərdir. Nada puede complicarte ni ponerme loco ni difícil. Y el árbitro tiene que ver que yo controlo esta situación. El árbitro lo sabe. Öz duruşumla, öz hərəkətimlə göstərməliyəm ki, mən vəziyyəti nəzarət edirəm, mən çempionam və mən onun ciddi işinə daxil, onun tələsinə. Segundo, seguir marcando hasta 8 puntos. El combate va a ser fácil. Un oponente superior. A pesar de que el resultado sea negativo, o la influencia negativa,
árbitro, algo que hoy hemos sufrido un poco más porque es un trabajo